Bismillahirrahmanirrahim. Qiymətli dinləyənlərim, istəyirəm ki, sizlərlə bugün dinimizə yerləşdirilmiş olan xurafatlar və mövhumatlar haqqında qısaca bilgiyi bölüşəm. Müqəddəs dinimizi təhlükələr qarşısında qoyan amillərdən biri də dinimizə yerləşdirilmiş olan xurafatlardır. Hətta Quran-ı Kərimdəki vacib məsələlərdən daha çox xurafatlara imam bəsləməkdəyik. Xurafatlar adətə ömrümüzün hər sahəsində özünü göstərməkdədir. Xurafatlardan bəziləri bunlardır: üzərlik yandırmaq, göz muncuğu bağlamaq, at nalı, dağdağan ağacı, qəbirlərə, ziyarətgahlara qurban kəsmək, qəbirlərdə və ziyarətgahlarda şam yandırmaq və bu kimi yerdə bitən ağaclara niyyət tutaraq əski və bez parçaları bağlamaq, qapının arasında görüşməyin bədiliyi kimi xurafatlara gündəlik həyatımızda rast gəlirik. Uşaq doğulanda, uşaq yeriməyə başlayanda, məktəbə gedəndə, universitetə gedəndə görüləcək ilk işmiş kimi üzərlik yandırırıq, göz muncuğu bağlayırıq, dağdağan taxırıq. At nalı güya evlərimizi bədnəzərdən qoruyurmuş və bu inancla at nalını evlərimizin ən çox görünən yeri olan qapıların üzərinə vururuq ki, insanların bədnəzərindən evlərimizi qorusun. Hətta deyirlər ki, üzərliyi yandırıb hər kəsin başında dolandırmaq lazımdır. Əgər kiminsə də başında üzərlik dolandırmasan, onu bədnəzər bərik tutarmış. Bundan əlavətən bəzən də deyirlər ki, göz muncuğu bədnəzərin ağırlığına dayanmayaraq sınırmış. Düzdür, göz dəyməsi haqdır. Ancaq göz dəymədən qorunmanın yolu üzərlik yandırmaq, göz muncuğu bağlamaq, dağdağan taxmaq deyil. Həzrəti Peyğəmbərin bizə öyrətdiyi duaları oxumaqdır. Həzrəti Peyğəmbər buyurur ki, kim göz dəymədən, nəzərdən qorxarsa da o insan tez-tez maşallah kəlməsini dilinə gətirsin, Quran-ı Kərimdən Fəlaq və Nas surələrini oxusun. Bir də bununla yanaşı, bir insan tək asqırdığı zaman o insana cavab olaraq özünə getsin, öz başını ye kimi ifadələrdən istifadə edirik. Ancaq Həzrəti Peyğəmbər buyurdular ki, asqıran insanın əlhamdülillah deməsi imandandır deyərək bu bədiliyi yaxşılığa yozmuşdur. Buna baxmayaraq, yenə də tək asqırdığımız zaman görəcəyimiz bir iş varsa da o işi dayandırır, axşama qədər o işimizi görmürük. Yadda saxlayaq ki, bu xurafatların müqəddəs dinimizlə heç bir əlaqəsi yoxdur. Hətta bu